Bugün bazarda çoxsaylı ucuz və keyfiyyətli disklərə rast gəlinir. Metro stansiyalarda, keçidlərdə belə disklər əhali keyfiyyət adı altına satılır. Sıradakı süjetimizdə keyfiyyətli diskin seçimin qaydaları haqqında məlumat verəcəyik. Son illər ölkəmizdə oğurluq, yəni pirat disklərin sayı çoxalır. Piratçılıq qanunla qadağan olunsa da, amma bu istiqamətdə ciddi tədbirlərin görülməməsi belə disklərin sayının artmasına səbəb olur. Bugün satışda olan disklərin böyük bir qismi məhz elə pirat disklərdir. Pirat disklərlə bağlı azad istehlakçılar birinə çoxsaylı telefon zəngləri daxil olur istehlakçılar tərəfindən. Təxminən həftədə 2-3 telefon zəngi daxil olur. Burada iki məsələ önə çəkilir. Yəni istehlakçıların şikayətləri və narazılıqları öncə iki məsələdəndir. Birincisi, disklərin, yəni yazılmış audio və video disklərin məzmununun, yəni oradakı materialın keyfiyyətsiz olması məsələsi. Bəzən yəni audio, video disklər, eləcə də video kasetlər də bura daxildir. Müəyyən film olur, müəyyən konsert proqramı olur, arada pozuntular olur, göstərmir. Bu, onun artıq keyfiyyətsiz və pirat olduğunun ciddi sübutlarından biridir. Baxmayaraq, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qaloqramlar tətbiq olunur. Bəzən qeyri-keyfiyyətsiz diskləri keyfiyyətlidən ayırmaq üçün və yaxud kasetləri. Lakin çox təəssüflər olsun ki, qaloqram da istehlakçıları xilas etmir keyfiyyətsiz və pirat disklərdən. Bəli, pirat diskləri xarakterizə olunur müəlliflik hüququnun pozulması ilə. Yəni, müəllifin icazəsi olmadan en dəfə köçürülür və keyfiyyət aşağı düşür bu köçürülmə zamanı. Harada gəldi, necə gəldi, kim tərəfindən gəldi, ciddi və qeyri-ciddi studiyalarda və yaxud qeyri-studiyalarda sadəcə olaraq bir aparat vasitəsilə köçürülür disklərə və video kasetlərə və burada problemlər yaşanır. Baxmayaraq ki, Azərbaycan hökumətinin müəlliflik hüquqlarının qorunmasına dair qanunvericilik bazası var. Bunu həyata keçirdən, yəni qanunu həyata keçirən dövlət orqanları var. Lakin nə etmək olar? İstehlakçılar saxta, keyfiyyətsiz disklərə və audio-video materiallara tələbat yaradır. Ona görə təklif də meydana çıxır. Alıcıların qarşılaşdığı problemlərdən biri də təzə disklərin yararsız olması, yazıb və ya oxunmamasıdır. Bəs alıcı disk alarkən nəyə diqqət yetirməlidir? Bəli, digər bir məsələ isə deməli, disklərin alınmış, dükkandan yeni alınmış boş disklərin keyfiyyətsiz olması məsələsidir. Yəni, ya materialı yazmaq olunmur bura və yaxud yazılmış materialı yazırsan oxumaq olunmur və s. Onu da qeyd edeyim ki, burada əlbəttə keyfiyyətsiz, naturalı imitasiya edən və istehlakçının gözü ilə görünməyən, ayırt edilməsi çətin olan bazarda çoxsaylı disklər satılır bu cür. Və onu da qeyd edeyim ki, bəzən istehlakçılar özləri də diski, təzə alınmış diski bilmədən sıradan çıxardırlar. Məsəl üçün, əgər biz bir diskin üzərinə bir çıxarıb, yəni bu birisi yazı olmayan tərəfində karandaşla və yaxud ruçki qələmlə bərk basa-basa bir yazı yazarıqsa, disk sıradan çıxar. Ona görə diskin üzərində bəzən məzmunu yazmaq üçün işarələr qoyurlar. İstehlakçılar belə məsələlərdə diqqətli olsunlar. Onu bərk basılan bir şeylə basanda artıq o üzdə, hətta o üzdə izləri də qala bilər. Və boş disklər olan zamanda istehlakçılar satıcıdan tərəflərini doğru qoysunlar. Yəni disklər var ki, yalnız yazır, göstərmir. Disklər var, həm yazır, həm oxuyur, həm pozulur, yenidən yazılır və s. Bu cür deməli xarakteristikaların satıcıya desinlər ki, alanda problem yaranmasın. Çox təəssüflər olsun ki, Azərbaycana yəni yazılmamış saxta keyfiyyətsiz disklər daxil olur
Qeyd edim ki, bunların ekspertizası o qədər də saf deyil. Çünki çoxlu sayda olur, konteynerin içərisində 10 minlərlə, 100 minlərlə olur. Saxtalar sonra yerləşdirilir, bunları ayırt etmək çətindir. Lakin bu halda da istehlakçıların hüquqları müdafiəsi haqqında qanuna görə istehlakçının hüququ var ki, həmin disklərin keyfiyyət sənədlərini, mənşə sertifikatını, keyfiyyət sertifikatını tələb etsin və satıcı onları istehlakçıya göstərməyə borcludur. Alıcıların hüquqları, yəni istehlakçıların hüquqları haqqında Azərbaycan Respublikasının qanununu öyrənsinlər. Qanun alıcıların hüquqlarını qoruyur, mükəmməl qoruyur və bunu həyata keçirən, yəni istehlakçıların hüquqlarını qoruyan dövlət orqanları var. Hüquqları pozulduqda bir sıra malları, bir çox malları, cümlədən diskləri, bu cür malları da 14 gün müddətində geri qaytarmaq, dəyişmək, pulun geri almaq hüquqları var. Bu hüquqlarından istifadə etsin istehlakçılar. Əgər problemləri olarsa, dövlət orqanlarına və yaxud Azad İstehlakçılar Birliyinə müraciət etsinlər. Biz onların hüququnu təmənnasız qoruyarıq. Bir sözlə, disk alarkən saxta pirat disklərdən qorunmağa çalışın. Gəlin keyfiyyətsiz malların qurbanına çevrilməyək.